sevdiyim şairlər olub. Sonra sevdiyim halda bir müddətdən sonra sevmədiyim adamlar da olub. Sevməmişəm olar ki, mən bunu sevirdim. İnsan həyatında da belədir. Nə vaxtsa sevdiyin nəsnələri sonradan sevməyə bilirsən və özündə araşdırırsan ki, mən necə olub sevmişəm, necə olub bəyənmişəm. Amma Nusrət Kəsəmənini çox sevirdim. Yəni mənim kumirim idi 20 yaşlarında və zaman yeri gəlmişkən kiməsə bənzəməmək üçün mən nə var ətrafımda sözlə bağlı, söz yazanlarla bağlı hamısını araşdırmışam, hamısını oxumuşam ki, bir dönəm, elə indi də oxuyuram ki, kimisə təkrarlamayım. Yəni öz işimi, öz sənətimi, öz Elvin Firudinoğlu imzamı bütöv eləmək üçün hamını oxumuşam. Füzulini, Nusrət Kəsəmənlini, Sabiri hamını oxumuşam ki, onlar bizim millətə nə deyiblər və bu gün onların demədiyi nə var ki, ortada boşluq görünür, o boşluğa öz sözümü mən deyim. İndi mən lirikəm, məsələn, müxtəlif mövzulu şairlər var. Liriklər necə olur? Qəmli şeirlər yazan, həzin şeirlər və mən lirik fəlsəfi şeirlər yazıram, həm insanları düşündürən, indi bəlkə də bu sözü demək təvazödən uzaqdır, amma yəni istiqamət yönümündən deyirəm ki, mən şeirlərimin içərisində bayaq da o cümləyə istinad edirəm ki, istəyirəm insanları düşündürsün, yəni sevəndə də elə sevəsən ki, bütün hələ səni sevdiyim yaşındayım, yəni bütün dövrlər dəyişməyindən asılı olmayaraq insan çiğ qaldığı yerlərdədir. İndi mən